Salam, hərəkət oxşarlıq mövzusunda 85 nömrəli suala baxırıq. ABC düzbucaqlı üçbucağında BD DE bərabər, BD DE perpendikulyardır. AD DC-yə bərabərdir. BD 20, DE 15 olarsa bizdən AB-ni soruşur. AB yazaq X. Baxırıq ki, BD nöqtəsi qarşı tərəfi bərabər hissələrə bölüb, deməli burada BD mediandır. Və düzbucaqlı üçbucaq olduğuna görə düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısına bərabərdir. Deməli, bu da AD və DC-yə bərabərdir. Bunların hər biri 20-dir. İndi 20, 15-dirsə bu düzbucaqlı üçbucağa görə biz BY-ni hipotenuzu tapa bilərik. Hipotenuz olacaq, katetlər kvadratları cəm hipotenuzun kvadratı. Bura 25-dir. Yəni, bunun Pifaqor teoreminə görə özünüz tapa bilərsiniz. 20-nin kvadratı üstə gəl 15-in kvadratı 25-in kvadratına bərabərdir. İndi gələk bucaqlara. Bu üçbucaq bərabər yanlıdır. Deməli, bura alfadırsa, burada alfadır. Bu bucaq 90 dərəcədir. Alfadırsa, digər bucağa beta deyirəm. Çünki alfa plus beta 90 oldu. İndi böyük ABC üçbucağında da iti bucaqlardan biri alfadırsa, digər iti bucaq olacaq beta. Eyni qaydada içəridə də düzbucaqlı üçbucaq var. 90 beta, üçüncü bucaq olacaq alfa. Buradan gördük ki, burada oxşar üçbucaqlar var. Yəni, biz ikisini götürəcəyik. İki üçbucaq oxşardır elə. Üçbucaq BD'ye oxşardır. Üçbucaq CBA'ya. BD'ye üçbucağında alfa bucağının qarşısındakı, alfanın yox, 90'ın qarşısındakiləri götürək. Deməli, BD'ye üçbucağında 90 dərəcəli bucağın qarşısındakı BY'nin ABC üçbucağında 90 dərəcəli bucağın qarşısındakı AC'yə nisbəti, BD'ye üçbucağında beta bucağının qarşısındakı DY'nin ABC üçbucağında beta bucağının qarşısındakı AB'yə nisbəti bərabərdir. Alfa bucaqlarını da götürə bilərik, amma həmin tərəflər qarşısındakı tam deyil deyə tərəflər, həmin bucaqlar qarşısındakı tərəflər tam deyil deyə onları götürmədim. Normalda 3 tərəf olduğuna görə 3 tərəfin nisbəti yazılır. İndi verilənləri yerinə qoyaq. BY 25, AC deməli 40, DY neçədir? 15, AB də X. Buradan X vur 25 bərabərdir 40 vur 15'e. Olacaq X bərabərdir 25'də 40 vur 15. 5'e bölsək 3 dəfə 24. Yəni düzgün cavab olacaq B variantı. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Sağ olun.